Salam, gəlin 8-ci sualın izahına baxaq. Tezid sülhü deyir. Tezid sülhü hansı dövlətlər arasında imzalamışdı? Birinci onu yazacaq. Fransa və Rusiya arasında imzalamışdı. Elə deyilmi? Və şərti nə idi? Avropa özü bölünürdü iki hissəyə, qərbi və şərqi olmaqla. Qərbi olurdu Fransanın, şərqi olurdu Rusiyanın. Ümumiyyətlə Avropa anlayışını bilmirsinizsə, Avrasiya materiki özü iki hissəyə bölünür. Yaxşı yadınızda qalsın deyə deyirəm ki, sol hissəsi, Avrasiyanın sol hissəsi Avropa adlanır, sağ hissəsi isə Asiya adlanır. Yəni Şərqi Asiya, Qərbi Avropa adlanır. Belə deyək ki, bizə onsuz da dövlətlərin yerini tapaq. Onsuz da biz buradan Fransa ilə Rusiyanı axtarmalı və görürük ki, xəritədə Rusiyanı verməyib də. Avtomatik elə biz Fransanı tapmalıyıq və ya bu həmin ərazi, hansı ki xəritədə tam verilməyib, Rusiya ərazisini təşkil edir. Və bu Rusiyanı vermədiyi üçün Fransanı tapmalıyıq. Onun üçün də sizə demişdim ki, nəyin düsturdan istifadə edirsiniz? Fransa, yəni doğru cavabımız 3. Almaniya 2 ilə göstəriləndi və burada bir sıra dövlətlər var. Daha sonra isə Rusiyada həmin dövlətlər sizə lazım deyil deyəm. Hansı ki Polşadır, Latviyadır, Litviyadır, daha sonra Rusiyadır. Ona görə elə asan da odur ki 3. Biri ilə göstərilən ərazisi isə İngiltərə idi. Əgər belə izahların gəlməyini istəyirsinizsə, rəylərə qeyd edərsiniz.